Uşaqlar salam. Bugün sizlə Aynur Həmidovanın Quantifiers dərsini müzakirə edəcəyik, qaydalarını. Deməli, ağlayım belə. Demişik ki, iki isim yanaşı gələrsə, ikinci ismə baxmalıyıq. Yəni furniture'ə yox, factories'ə baxmalıyıq. Cəmdədir, zaten xəbəri də burada cəm görürük. Əgər isim varsa mütləq a lot of olmalıdır. Little cəmlərlə işlənmir, much cəmlərlə işlənmir. Qaldı burada a few ilə few. Only'dən sonra mütləq a few işləndiyi üçün few-nu da silərik. Gəldik burada important news. News nədir? Sayılmayan tək isim. Many ilə işlənməz, a lot of olmalıdır. Sayaram. Few və a few mütləq cəm isim olmalıdır. A lot of həm cəm, həm təklə işləndiyi üçün düzgün cavab a lot of-dur. Chairs cəmdədir. Ona görə cəm isimlərlə işlənənləri seçərəm. Only ilə few arasında e olmalıdır mütləq. Sonra a lot-dan da of. Bilirik ki, a lot özündən sonra isim alarsa mütləq of yazılmalıdır. Qaldı bir dənə enough sözü. Enough həm cəm, həm tək isimlərlə işlənir. Gəldik bura. Təkdirsə sayılmayan isim işlənir enough-dan sonra. Sayılan isim isə mütləq cəmlənməlidir. Are there any butterflies in the garden? İndi butterflies cəmdədir deyə much, little, səhvdir. Onlar tək isimlə işlənir, sayılmayan isimlər. Öndən sonra mütləq e gəlməli idi. A lot isə isim alırsa mütləq of-la yazılmalıydı C variantı kimi. Gəldik bura. Furniture sayılmır. Əlbəttə ki, many-ni çıxaram, few-nu çıxaram, many-ni çıxaram, few-nu çıxaram. Qaldı bir variantım. Much və a little. Only'dən sonra mütləq a little gəlir. E gəlir. A few, only a few, only a little, only some. With cəmdə olduğu üçün much və little-ı çıxarıq. Too much, yenə much-ı çıxarıq. İsim varsa with mütləq a lot-dan sonra of gəlməlidir. Düzgün variant D. Gəldik bura. Time sayılmır. Sayda S qoyulardı. Çünki bu kəmiyyət göstəriciləri 2-dən yuxarını göstərir. Sayılmadığı üçün few-nu çıxaram. İsimdirsə a lot-dan sonra of gəlməlidir. A little düzdür, a lot of düzdür. Gəldik bura. Snow sayılmır, tək isimdir. Few-nu çıxaram, many-ni çıxaram, few-nu çıxaram. İsim varsa mütləq a lot-dan sonra of gəlməlidir. Qaldı much. Gəlirik bura. News və programs. Biz demişik iki isim yanaşı olanda ikinciyə baxmalıyıq. Cəmdirsə news'a baxmırıq. Cəmdirsə little-ı çıxaram, much-ı çıxaram, a lot mütləq of almalıdır. Çünki isim var özündən sonra. A few ilə few-da qaldıq. Only'dən sonra e gəlməlidir deyə a few seçərik. Gəldik bura. Deyir ki, yağ yoxdur. Get və biraz al. Gəldik bura. Yağ sayılır? Yox, sayılmır. Few-nu çıxaram, many-ni çıxaram, few-nu çıxaram. Qaldı 1 və 2. Biz demişdik ki, only olan yerdə e gələr. A little, a few. Ona görə düzgün variant B. Gəlirik bura. Patience, səbir deməkdir. Sayılmır. Zaten salsa da S qəbul edərdi. Much, few, mütləq cəm isim almalıdır. Only'dən sonra mütləq e gəlməlidir. İsimli işlənirsə a lot-dan sonra of gəlməlidir. Gəldik bura. Not hissəciyi varsa little-ı çıxaram. Zaten little və yaxud da təkcə few no-ya bərabərdir. Ona görə not-la no-lar kinkər bir cümlədə işlənməz. Ona görə A variantı. Gəldik bura. Gift shops. Bu da isimdir, bu da isimdir. Amma nə demişik? İkinci ismə baxarıq. İkinci isimimiz cəmdədir, cəmdədir. Gəlirəm bura. Much olmaz. A lot mütləq of almalıdır. Not varsa no işlənməz. Gəldik bura. Some və many. Demişdik ki, some inkar hissədən sonra yazılmaz. Eyni yazılar onun yerinə. Amma many inkarda işlənə bilər. Gəldik bura. Things cəmdədir. Çünki ismə baxıram. Important sifət deməkdir. Yəni vacib deməkdir. Nitq hissəsi olaraq sifətdir. Things cəmdədir. Cəmlə much işlənməz. Cəmlə little işlənməz. Gəldik a lot-da of yoxdur. Çünki isim varsa mütləq of gəlməlidir.
Only'dən sonra e gəlməlidir. Qaldı few. Gəlirik bura. Cəmlənib. A lot-un of-u yoxdur. A little və much cəmlə işlənməz. Only'dən sonra a few gələr. Qaldı enough. Are there enough eggs? Omlet eləmək üçün yetərincə enough yumurta var, soruşur. Gəldik bura. 2 dənə isim yanaşı gəlib. Hansına baxarıq? İkinciyə a few cəm istəyirdisə, bu cəmlənməli idi. A few cəm isim istəyir. Doğrudur. A few cəm isim istəyir. Doğrudur. Sport cars olmalıydı. Demək, niyə bu ismə baxdıq? Çünki 2 isim yanaşıdırsa, ikinciyə baxmaq lazımdır. Bu təyin edicilər ikinciyə aiddir. Ona görə 2 və 3. Gəldik bura. Dear sözü. Təki də cəmdə belə olur. Ona görə a few ilə verib, demək cəmdədir. Amma oflu ifadələrdə birinci ismə baxaram. Pair cəmlənməli idi. Çünki a few cəm isim istəyir. Yanaşı gəlib isimə baxıram. İsim students olmalıdır. A few'dən sonra cəm gəlməlidir. Ofdan qabaq cəm isim alıb doğrudur. Çünki ofdan qabaq ismə baxaram. Pairs olub doğrudur. Few özündən sonra cəm isim alır. Mütləq bilin ki, söz önü varsa, söz önündən qabaq ismə baxmaq lazımdır. Gəlir bura. Many varsa, söz önündən qabaq isim cəmlənib doğrudur. Much cəm isim olmaz. Hair niyə cəmlənsin ki? Tük mənasında cəmlənər. Bunu qəbul edə bilərəm, amma friend təkdirsə saçdan sonra a gəlməlidir. Ona görə 1 və 3 düzgün gəlir. Such a faithful friend. Demişdik ki, such isim alır və isim təkdirsə a artiklından işlənməlidir. Problems cəmdədir. Much'ı çıxaram, little çıxaram. Baxırıq. There are traffic problems in our city. It's difficult to drive a car. İndi maşın sürmək çətindir. O deməkdir ki, trafik problemlər çoxdur. Az deyə bilmərəm. Həm də testologiyada belə şey var. 2 cavab seçməlisən. İkisi pozitivdir, biri negativ. Demək pozitiv olanları seçəcəyik. Gəlirik bura. A few cəm isim alıb doğrudur. Little cherry tree. Deyirik ki, little sayılan isimlərlə işlənər. Amma little burada tree ilə işlənib, sayılan isimlə. Tree təkdədir. Anı bunun e'si. O da səhvdir. A little brown bread. Biraz qəhvəyi çörək. Bu düzgün variant sayılır. A few police officers. Düzgün variant sayılır. A few ilə juice işlənməz. Niyə? Juice sayılmayan isimdir. A few isə cəm isim alır. Sayılan cəm isim. İnkarlıq var. Little və few-nu çıxarım. Çünki onların özləri inkarlıq bildirir. Qarşısında e yoxdursa, təkcə little ilə few yazılıbsa, onlar no-ya bərabərdir və inkar hissəciklə, notla işlədə bilmərəm. Light sayılmır. Əlbəttə ki, many vermərəm. Much və some. Bunlar hər ikisi sayılmayan isimlə işlənə bilər. Some həm sayılan, həm sayılmayandır. Much isə yalnız sayılmayan. Amma demişik ki, some özündən əvvəl inkar hissəcik ala bilmir. Ona görə D variant. Gəlirik bura. So lovely weather. Demişik ki, so özündən sonra sifət alırsa, mütləq bu sifətlə isim arasında burada bir təyin edici olmalıdır. Gəlirik bura. A few traffic signs doğrudur. A few cəm isim alır. Station sayılan tək isimdir. Burada E gəlməlidir. Such a big power station. Gəlirim bura. Music sayılmır. Zaten ora baxmıram. Ofdan qabağa baxıram. Cəmdir. So few sözündən sonra da cəm isim gəldiyi üçün düzgün variant 2, 4. Gəldik bura. In the back. So'dan sonra E artiklı gələ bilməz. Saçdan sonra gələr, amma sayılan isimlə. Deyəsə, ofdan əvvəlkinə baxaq. Bu ofdan əvvəlki söz deyil. Bu so a lot of sözü var. Such a lot of. Onda baxıram, deyirəm ki, such a lot of with bu dəfə düzgündür. Niyə? Saçdan sonra a lot of işlədə bilirəm. Amma saçdan sonra e və burada sifət versəydi və yaxud da digər kəmiyyət göstəricisi versəydi, bu düzgün cavab olmazdı. Such a lot of düzdür. So many eggs doğrudur. Some bread.
Gəlirik bura. Doğrudur. Aha, düzgün cavab niyə 3 dənə çıxdı? Aha, there was. Aha, sağ. İndi baxıram bura. Burada was deyir. Bunlar bu qayda olaraq düzdür, amma burada was olduğu üçün mənə sayılmayan isim lazımdır. Ona görə yalnız 2 və 4 düz gəlir. Qayda olaraq so many düzdür. Amma eksik görüb was verə bilmərəm. Yuxarıda was'dur, xəbərim təkdir. Ona görə 3-cü variantı seçə bilmirəm. Wine şərabdır. Şərab sayılmır. Maye halındadır. So zaten isimlə işlənməz. So beautiful deyə bilərəm. Bir də so'dan sonra sifət verirəmsə isim yox. Əgər isim də verirəmsə mütləq arasında təyin edici olmalıdır. Such awful wine deyə bilərəm. Deyə bilmərəm. Wine sayılmır. So'dan sonra zaten gəlmir. Many də sayılma isimlə işlənmir. So'dan sonra artikel qoya bilmərik. Düzgün cavab such. Gəlin bura. Water sayılmaz. Few'nu çıxarım. Many'ni çıxarım. Gəlirəm bura. A lot'dan sonra of yazılmalıdır. Çünki isim var. So little, too much. İndi gəlin tərcüməyə baxaq. Keçə bilmədik. Keçə bilmədik deyə su az ola bilməz. Çox olmalıdır. Yəni cümləyə fikir vermək lazımdır. Bir çayda o qədər çox su var idi ki, biz keçə bilmədik. Gəldik bura. I have respect sayılır. Yox, sayılmır. Sayılsaydı S şəkilsi salardı. Menini çıxdım. Qaldı digərləri sayılmayan isimlər işlənir. Burada feil var. Feil olan yerdə of verə bilmərəm. Yaxşımı? A lot verərəm. Biz demişdik ki, a lot feildən sonra işlənir. Yadınızda saxlayın. A lot of isə mütləq isim almalıdır. Yəni isim varsa of, isim yoxdursa təkcə a lot qalır. Gəldik bura. Respect sözü ümumiyyətlə feillərlə meni işlənməz. Much işlənər, amma tərcüməyə baxın. Mən az hörmət edirəm, çünki o mənə çox hörmət edir. Yoxsa mən ona çox hörmət edirəm, çünki o da mənə çox hörmət edir. Gəldik bura. Times cəmlənib. Times cəmləndiyi üçün orada mənə cəm isimlə işlənənlər lazımdır. Only'dən sonra lazım idi. İsim varsa of verməliyəm. Qaldı. A little'ın nə işi var burada? A little'ı pozmalıyam. Gəldi meni. Çünki a little sayılmayan isimlə işlənir. Much sayılmayan işlənir. A lot özündən sonra of almalıdır ki, isim alsın. Only'dən sonra mütləq a few, a little qaydası var. Only a few, only a little. Birbaşa only a few, siz deyə bilmirəm. A few days. Days cəmlənib doğrudur. Desəz ay müəllimə, demədiniz ki, ikinci ismə baxarıq. Əgər zaman çərçivəsidirsə, yəni zaman göstərirsə, birinci ismi görürük. A few days bu zaman deyir. Bir neçə günlük iş. Onda ikinci ismə yox, birinci ismə baxarım. Ofdan qabaq ismə baxıram, a few cəm ismə doğrudur. Saçdan sonra isim gələrdi, amma tək, çünki burada artiklı var. So big fire deyə bilmirəm. Niyə? Çünki uşaqlar, so bigdən sonra, so özünün sonra isim almır. Yaxşımı? So sifət üstə gəl isim olsa, bu sifətlə isim arasında mütləq burada bir təyin edici olmalıdır. Gəlin bura. So'dan sonra article gəlməz. Ofdan qabaq ki, ismə baxmalıyıq. Two baskets doğrudur. Several, indi birinci ismə baxıram. Niyə? Çünki burada zaman var. Deməli, bu cəmlənməli idi. İkinci ismə baxmıram. Such a lot of. Buradakı təkcə eyə baxmıram. A lot of bütövdür. Bayaqki kimi. A lot of bütövdürsə, doğrudur. Accidents-i verə bilərəm. Ən varsa, hour-ı cəmləyə bilmərəm. Yenə deyirəm, zaman var. Hour, day, week olarsa, birinci ismə baxırıq. Gəldik bura. İnkarlar. İnkar varsa, gəldik bura. Sayılmayan isim var. Just use only. Only'dən sonra mütləq verməliyəm deyə bunu çıxdım.
E və cəm şəkilçisi olmaz. Söhbət duzdan gedirsə, yadınızda saxlayın, few cəm isimlədir. İsim varsa burada, yəni bilirsiniz ki, bu boşluğa aiddir. Mütləq of verməliyəm. Qaldı A variantı. Homework nədir? Sayılmayan isimdir. Many vermərəm, few vermərəm. İsim varsa mütləq of verməliyəm. Lot of bir şey deyə bir söz yoxdur. Ya a lot of gəlməlidir, ya da lots of olmalıdır. İkisi bir-birinə tamamilə bərabərdir. Deməli, too much və little. İndi baxın, hər ikisi sayılmayan isimlə işlənə bilər. Amma görək tərcümədə bizdən çox mu istəyir, az mı istəyir? To do tonight, so I'll have to sleep late. Mən deyir, gec yatmalıyam. Ona görə də demək mənim çox tapşırığım var ki, gec yatmalıyam da, gec yatacam. Yatmalı olacam, malı-məli. Bu da acaq, əcək. Yatmalı olacam, çünki çox tapşırığım var. Gəldim bura. Deməli, information sayılmır. Cəm istəyənləri çıxaram. İsim olan yerdə elotdan sonra of yazılmalıdır. Only ilə little və only ilə few arasında mütləq e olmalıdır. Only a few, only a little və only some. Only gördük, bu üçün işlədə bilərik. Aha, nə qaldı? Bir dənə much information. Çünki information sayılmır. Deyir, təyyarəni əldən buraxa bilmərik. Bizim we can, buraxa bilərik, təsdiqdədir. Buraxa bilərik də, onda bizim vaxtımız çox deyil o deməkdir. Çox deyil o deməkdir. Only a little time, little time. Bunlar bir-birinə bərabərdir. Çünki only a little, little, very little, very little, bir də təkcənə little. Bunlar hamısı no mənasındadır. Amma a little təkcə yazılırsa, bu enough mənasındadır. Yəni bu çatır. Only a little, very little və little çatmır mənasındadır. Gəldik bura. Yenə ikinci ismə baxıram. Little orange juice. Burada little mənasında az, çox az portağal şirəsi deyə bilərəm. Only a little women. Baxın, demişdik ki, a little sayılmayan isimlə işlənir. Sayılan isimlə işlənsə, mütləq onun təkinə cəminə baxarıq. Cəmdirsə, women yazılıbsa, verə bilmərik. Gəldik bura. Only a few flour. Flour undur, sayılmır. Few-lə verə bilmərəm. Very little flour doğrudur. Money də sayılmadığı üçün few-lə verə bilmirəm. Gələk bura. Questions cəmdədir. Much vermərəm, little vermərəm, little vermərəm. İsim olduğu üçün də elotdan sonra of gəlməlidir. Qaldı a few. Və a lot of inkar və sual cümlələrində işlənmir. Yerinə many və much işlənir. Gəldik bura. Mushroom nədir? Cəmdədir. Əlbəttə ki, much və little çıxaram. Çünki cəmlə, muchla little işlənmir. Gəldik bura. Money sayılır? Yox. Ona görə many-ni silərəm. Many cəm istəyir. Plenty of verməliydim. A lot of verməliydim. Qaldıq 1 və 2 cavablarda. Demişdik ki, təkcə little və yaxud da təkcə few yazarıqsa, bu zaten inkarlıq bildirir. O zaman notdan sonra inkarlığı verə bilmərəm. D variantı qalır. Vəssalam.